Salam izləyicilərimiz, bu balaca balamızı müayinə edərkən kürək nahiyəsində sağ-sol skapulalar arasında asimetrik vəziyyət görürük. Gövdənin sağ-sol kənarlarında sağ tərəfli qövs daha dərindir. Buna səbəb onurğada olan zəif skalyozdur. Həm də çanaq asimetriyası müşahidə olunur. Onurğa ətrafı əzələlərdə sol tərəfli boyun çiyin əzələsində və onurğanın aşağı hissəsində sol tərəfli əzələdə gərginlik müşahidə olunur. Pasiyentimiz daimi ayaqlarında, belində olan ağrılardan şikayət edir. Buna həm də səbəb bel lordozunun zəif düzlənməsidir. Döş qəfəsinin müayinəsində isə sağ-sol körpücük sümüklərində asimetriya vardır. Döş sümüyünün aşağı kənarlarında olan asimetrik vəziyyət həm də gövdənin sağ-sol tərəfindəki qövslərdə də özünü göstərir. Döş sümüyünün aşağı kənarlarına diqqət etsəniz, asimetrik vəziyyət burada daha nəzərə çarpandır. Sağ tərəfli döş əzələsində zəiflik və döş qəfəsində sağ tərəfli nisbi düzlənmə var. Bunları aradan qaldırmaq üçün biz ona fizioterapevtik bərpa edici seanslarımızdan əlavə müalicəvi idman hərəkətləri və üzgüçülük tətbiq edəcəyik.